Hörmətli izləyicilərimiz, biz Sağdaş Təhsil komandası olaraq yenə də Azərbaycanımızın gözəl rayonlarından biri olan Tərtər rayonunun Buruç kəndinə gözəl bir müəllimin, fədakar bir müəllimin evinə qonaq gəlmişik. Müəllim, sizə xoş gördük. Çox sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Adım Mustafayeva İradə Fərman qızı. Ömrünüzü neçə ildir təhsilə vermişsiniz? Ömrümün demək olar ki, az qala 40 ilini təhsilə vermişim də. Yəni yenə də həvəsim var ki, işləyəm, amma pensiya yaşı çatdığına görə çıxardıblar ona görə. Dövlətimizin qanunu. Dövlətin qanununa görə, bəli, dövlətin qanunu yaş nə vaxt çatdı, onda da çıxmalıyıq. Hə, belə. Müəllim, hörmətli izləyicilərimiz, müəllim nə qədər ki təqaüdə çıxıbdı, amma yenə də ürəyi məktəblə döyünür və yenə də müəllimi şagirdləri müəllimi axtarırlar, müəllimi, yəni onların şagirdlərinin müəllimin tövsiyələrinə, yəni ehtirasları var və müəllimin də bir çox şagirdləri var ki, onlar da müəllimi çox sevirlər. Müəllim, bəs bu illərdə hansı uğurlu nailiyyətləriniz olub? Təbii ki, siz gözəl şagirdlər yetişdirmişsiniz. Kimlər həkim olub, kimləri polis olub, kimləri prokuror olub, bəlkə də hüquqşünaslar olubdur, çoxları olubdur. Hüquqşünasımız da var, həkimimiz də var, dərs dediyim şagirdlərin bəli, hüquqşünasımız da var, həkimimiz də var. Bu saatlar həkimliyin ən gözəl pilləsinə keçdi də, imtahandan keçdi ən gözəl pilləsinə. Müəllim yoldaşımın uşağı belə həm də çox gözəl bal topladı, bəli. Yəni hazırlaşdığım uşaq da var, bu kəndin də uşağı. Mən özüm qonşu kənddə işləmişəm, bu kəndin uşaqlarında yəni hazırlıq eləmişəm. Bu saatlar hamısı ali məktəblərdə də işləyirlər, orta məktəbdə müəllim işləyirlər, həkim işləyəni var, medistra işləyənləri var da, tibb bacısı. Siz riyaziyyat fənnini tədris eləmişsiniz və elmlərin şahı olan riyaziyyat fənnini. Əlbəttə ki, riyaziyyat fənnini yəni başa düşən, onu izahını bilən bütün şagirdlər qalan fənləri asanlıqla başa düşürlər və siz də bunu şükürlər olsun ki, müəllim, böyük nailiyyətlərlə, uğurlarla yerinə yetirmişsiniz, şagirdlərinizə çatdırmışsınız. Əlbəttə. Biz də sizin haqqınızda çox gözəl sözlər eşitmişik və biz də uzaq yerlərdən gəlmişik, sizin üçün gözəl müəllimi yad edək. Baxmayaraq siz təqaüddəsiniz, amma yenə də bizim üçün fəxr edici oldu. Valla çox fəxr edici oldu ki, yəni məni yada salmışsınız, heç olmasa təqaüddə olan müəllimi heç olmasa adlandırırsınız, səsləndirirsiniz. Çox sağ olun, çox sağ olun. Müəllim, bəs sizin həyat yoldaşınız kimdir? Həyat yoldaşım orta məktəb qutarandan sonra əskəriyə gedib gəlib, sürücü işləyib. Adı nə? Yəni Aslanov Şakir. Sürücü işləyibdir. Neçə övladınız var mənim? Mənim 3 övladım var. 3-ü də ali təhsillidir. Biri Aslanova tacirə, bu saat Rusiyada yaşayır. İngilis dili müəllimliyi qutarıbdır, amma işləmir. Deyim Rusiyadadır ona görə. İkinci qızım Aslanova Lamiyə işləyir, Talış kəndində. İşğaldan azad olan kənddə işləyir. Riyaziyyat müəllimidir o da, mənim yolum davam elətdirir o da. Üçüncü qızımdakı turizm kollecini qutarıb, o da övladları körpədir deyə hələ işləyə bilmir, Bakı şəhərində yaşayır. 3 övladınızın üstünə də buradan çox sağ olsunlar deyirik. Çox sağ olsun. Sizin kimi fədakar ananın və sizin üçün fədakar müəllimin əməyini yerə vurmuyublar. Hər hansı peşənin sahibi olublar. Müəllim, siz sevənlər çoxdular. Bizim hələ bildiyimiz sevənlərdir və sizin özünüzün də bildiyiniz çox sevənləriniz var. Dostlarınız var, sizin məktəb kollektivində olan müəllim yoldaşlarınız var. Buradan o insanlara hansı ürək sözlərinizi deyərdiniz? Buradan onlara deyərdim, birinci onlara can sağlığı arzulayardım. Canları sağ olsun, sağ canda gözəl də ruh olur da. Gözəl təhsil alsınlar. Ən çox mən istəyərdim ki, elə bilərəm ki, ölkənin bütün insanları təhsil alsın. Düz təhsil alsın, ali təhsilli olsun. Amma sonra hansı işdə ürəkləri istəsə işləyə bilərlər də. Mən təhsili önəmli sayıram, çox önəmli sayıram. Kim ki təhsildədir, düz yoldadır. Əlbəttə müəllim. Biz də sizə uğurlar arzu edirik. Çox sağ olun. Çox sağ olun. Sizin üçün fədakar müəllimi biz tanıdığımızda çox şad olduq. Əlbəttə ki, müəllim əməyi həm şərəfli peşədir, həm də çətin peşədir. Siz bu çətinliklərin öhdəsindən gəlmişsiniz ki, yenə də sizin şagirdləriniz sizi axtarırlar. Siz o qədər sevgi vermişsiniz ki, şagirdləriniz hələ də sizi axtarırlar. Mənə də Allah təala o qədər sevgi verib ki, inan ki, məktəbə qaçsalar tezən gedib işləyərəm. Elə bir həvəs var məndə, elə bir həvəs gəlib mənə. Çox sağ olun müəllim. Biz də Sağdaş Təhsil Mətbuatı olaraq sizə uğurlu nailiyyətlər arzu edirik. Çox sağ olun. Bizi də çox xoş qarşıladınız. Bizim üçün xoş oldu sizinlə tanışmaq, sizin tanımaq. Mənə də xoş oldu. Minnətdarıq, fəxr edirik sizin üçün müəllimlərimizdən. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik.